Gürcüstanda son aylarda həyata keçirilən təhsil islahatları nəticəsində ana dilli məktəblərin ləğv olunması, yəni hər bir Azərbaycan dilli məktəbdə eyni ilə Gürcü sektorunun açılması. İlk öncə oradan başlayaq ki, Gürcü sektorunun açılması ana dilli məktəbin rəsmi statusunu əlindən alır. 200-ə yaxın ana dilində təhsil ocaqları var idi. Bugün isə onlardan cəmi 106-sı qalıb. Son təhsil reformuna görə isə artıq bu status tamamilə əldən gedir. Biz ümumiyyətlə təhsil məsələlərini geniş olaraq icma şəklində hər tərəfli müzakirə etmirik. Müəyyən şəxslər öz təşəbbüsləri ilə müəyyən insanların maraqlarına uyğun olaraq bəzən təhsil məsələlərini qaldırırlar və müzakirə edirlər. Gəlin birinci buradan başlayaq. Gürcüstanda valideynlər istəyirlər ki, onların uşaqları Gürcü dilini öyrənsin. Bəli, Gürcüstanda yaşayan hər bir Gürcüstan vətəndaşı dövlət dilini bilməlidir. Bəs bugünə kimi, əgər hər gün 5 saat Gürcü dili dərs keçirilirdisə də, uşaqlar hələ də dövlət dilini niyə bilmirlər? Bugünə kimi Azərbaycan dilli məktəb statusu olan məktəblərdə hələ də Azərbaycan dilində təhsilin keyfiyyəti belə yüksək deyil. Əgər bu vaxta qədər təhsil Azərbaycan dilində isə və bizim bir çoxlarımız niyə hələ də Azərbaycan dilində danışa bilmirik, Azərbaycan dilində başa düşə bilmirik, yəni öz ana dilimizi anlaya bilmirik, qavraya bilmirik. Bəs indən belə Gürcü dilində olduqda, yəni sektor dəyişdikdə, onda ümumiyyətlə necə olacaq? Biz bir çox bölgələrə səfərimiz zamanı, xüsusən Kaxetin haransı bir kəndlərinə getdiyimiz zaman orada gördük ki, şahid olduq ki, orada yaşayan Azərbaycanlılar öz ana dilində aksentlə danışırlar. Hətta sual ünvanlayanda dəfələrlə onu izah etməyə çalışırdıq ki, biz onlara nə deməyə çalışırıq. Azərbaycan dilli məktəblərdə bizim müəllimlərin vəzifələri nədən ibarətdir? Biz daima onları görürük ki, hökumətin hər hansı bir təbliğat kampaniyasında iştirak edirlər. Seçkilərdə, aksiyalarda məcburi şəkildə maşınlara doldurularaq Tiflisə və ya bələdiyyənin mərkəzinə gətirilirlər. Onlar buna etiraz etmirlər. Ümumiyyətlə, Gürcüstanda yaşamaq və burada bir vətəndaş olmaq təbii ki, çox çətin məsələdir. Vətəndaşlıqdan başqa üzərimizdə digər məsələlər var. Öz dilini, mədəniyyətini, keçmişini, gələcəyini qorumaq. Və bu hər kəsin üzərinə düşən bir məsuliyyətdir. Bu məsuliyyəti müəllimlərdən kimsə üzərinə götürübmü? Təbii ki, çox az sayda müəllim bu məsuliyyəti üzərinə götürüb. Qalanları isə kim hara, mən ora.